Bakının əsas problemi hal-hazırda topu ələ keçirərkən dərhal onun tez itirilməsidir. Yəni bir qədər körtəbii qurulan hücumlar bəlkə də komandanın indi daha təhlükəli hücum yaratması da mane olur. Növbəti qayda pozuntusu bu dəfə Cardoso'ya qarşı. Artıq Cardoso özü mərkəz müdafiəçisi hücumlara tez-tez qoşulur. Ümumiyyətlə Neftçinin boyundakı müdafiəçiləri demək olar ki, çox hissəni elə rəqibin, meydanın rəqibə aid olan hissəsində sanki hücumda keçirirlər. Denis Silva haqqında da bu sözləri demək olar. Cardoso özü də görürsünüz ki, hücuma alədə olub. Yəni, elə cinah müdafiəçiləri də hücumlara daha fəal qoşulurlar. Təhlükəli bir nöqtədən Neftçi cərimə zərbəsi vuracaq. Vobay zərbəni belə görünür ki, Vobay da vura bilər, ancaq bir Hüseyin Seyidov da hal-hazırda oradadır. Bu futbolçunun da zərbələri pis alınmır. İzləyək. İşarə verildi. Orada cərimə meydançasında. Dördüncü. Futbolçular arasında yenə kiçik bir mübahisə, ancaq hal-hazırda hakim Ramil Diniyev işarəni verir. Vobay'ın zərbəsi və gol! Julius Vobay mükəmməl bir gol görüşün 38-ci dəqiqəsində. Bax, əsl usta hal-hazırda bilindi və bu Neftçinin heyətində aparıcı oyunculardan biri sayılan Julius Vobay'dır. Doğrudan da komanda üçün önəmli olan bir futbolçu.